Herkese salam uşaqlar. Bugün biz lisey imtahanına düşən suallardan birlikte işləyəcəyik. Elə isə vaxt itirmədən işləməyə başlayaq. Deyir ki, aşağıdakı üç bucağın tərəfləri şəkildə verilmiştir. X aşağıdakilərdən hansı ola bilməz? Uşaqlar, yazımızda saxlamalıyıq ki, iki tərəfin cəmi üçüncüdən böyük olmalıdır. Çünki böyük olmazsa bu üçünün cəmi həmişə o birisinə böyük olmalıdır. X'in yerinə 2 yazaq. Burada 3 eləyəcək. Burada aşağıda çəkin. 3 eləyəcək. Bura 1 eləyəcək. Burada 2 eləyəcək. Həmişə dedik ki, X'in cəmi üçüncüdən böyük olmalıdır. Elə cavabımız A variantı. Cevabımız A variantı olacaq. Çünki əgər onlar belə olsa, bu birləşmək vəziyyətində qalacaq. Baxın, belə olacaq. Bu da iki bucağa gəlib çıxardır. Deməli, bizim cevabımız A variantdır. Abunə olub, bəyənməyi unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.